Resmen necə araqdır bu araq? Çox gözəl araqdır, çox dəqiqdir, bütün texnologiyalar üzərində qurulmuşdur. Əslində araq o nə ilə keyfiyyətidir? Araqda həmişə sivuş yağları olur. İnsanı zəhərləyən həmin o sivuş yağları. Onun üçün də bu zavodda kömür var, o kömür bütün o sivuş yağlarından təmizləyir. Ondan başqa burada suyun mineral duzlarını sabit saxlayan aparat var. Onunla o suyla o spirt qarışdırılır və ondan sonra araq halısı alınır. Əziz insanlar, mən arağı sizə heç qılmıram ki, demirəm ki, siz hamınız araq için. Kim içirsə, təmiz araq içsin. Arağı içirsinizsə, safını için, təmizini için. Bax, bu zavodun buraxdığı araq için. Moskovski, Megapolis arağı yaxşı araqdır. Onu için. Təmiz araqdır. Gelip cibizli içmeyin. Təmiz araq için. Onda orqanizmə sağlam olacaq, immunitetimiz yüksək olacaq. Mən çox sevinirəm ki, bizim Azərbaycanın belə bir istehsalı var. Bütün sexlərində olmuşam. Arağın əsas keyfiyyəti nədən ibarətdir? Birincisi, onun spirtinin təmiz olmasıdır. Amma bunların buraxdığı arağın spirti Azərbaycanın buğdasından, İsmailli buğdasından hazırlanmış spirtdir. Özü də dronsuzdur. En yeni texnologiyalar bu zavoddadır. Yəni burada əsas burada nədir? Kömürdür. Kömürün əhəmiyyəti nədir biləsiniz insanlar? O spirtdə olan sivuş yağlarını oradan çıxartmaq və oranı təmiz saxlaşdırmaq deməkdir. Bunlarda həmin kömür var, həmin qum var, xüsusi kvarslı qum deyirlər onlar. Çox önəmlidir. Onun təmizidir. Suyunu sabitləşdirən, onun pH-ını düzəldən, zəhər qələvi şərait yaradan, ondan başqa mineral duzlarını sabit saxlayan onların ayrıca bir aparatları var. Moskovski, Megapolis arağı yaxşı araqdır. Onu için. Təmiz araqdır. Gedib cibizli içmeyin. Kartoşkadan hazırlanmış, spirtdən hazırlanmış arağı içmeyin. Gedib neftdən hazırlanmış arağı içmeyin spirti. Təmiz araq için. Onda orqanizmə sağlam olacaq.